Deyir ki, bardağı daşıran sonuncu damlalar var bəlkə də. Amma bardaq daşdığına görə o sonuncu damlaları günahlandıra bilmərəm. 2014-cü ildə bir adam sonuncu dəfə video çəkdi. O videoda heç kimdən şikayət eləmirdi. Həyatının çətinliklərindən danışmırdı. Hətta iş yoldaşlarını sevdiyini deyirdi. Dostlarını sevdiyini, onlarla çox gözəl zaman keçirdiyini deyirdi. Bu həyatda çox gözəl və doyurucu sevgi yaşadığını deyirdi. Əslində dediklərindən elə görünür ki, başqa insanların həsəd apara biləcəyi bir həyata sahibdir. O videodan sonra həyatına son qoydu. Bir də hər kəs bu videoya əsasən sanki onu illərlə tanıyırmış kimi danışdığı sözlərdən onun nə qədər zərif bir ruhunun olduğu ortaya çıxırdı. Deyir ki, həyatıma son qoymaq prosesini mən uzatdım. Səbəb isə hamilə bir dostunun evladını dünyaya gətirməyini gözləməyi olur. Bəlkə yenidən başlaya bilərdim. Hər şeyi sıfırlayıb başlamaq və bu qısır döngü artıq çox yordu. Görünür ki, hər dəfə düşmək yox, onu yenidən ayağa qalxmaq və yenidən ayağa qalxıb bir daha belə olacağını düşünmək çox yormuşdu. Və deyir, incitməmək mənim üçün həmişə ön planda olub. İncidə biləcəyimi hiss elədiyim üçün gedirəm. Ən həssas insanlar bəzən ən səssiz əzabı yaşayırlar. Susma, tək qalma və səssizliyi seçmə. Əgər səssiz savaş verirsənsə, kömək istə. Kömək istəmək zəiflik deyil. Mehmet Pişkin ben. 16 Ekim 2014 sabah saatlerindeyiz. Doğrudan konuya gireyim. Bu bir intihar notu. Bu sabah yaşam defterimi kapatıyorum.